Oğul anasını qətlə yetirib. Bəli, günə belə bir dəhşətli xəbərlə başladıq. Hadisə baş verib Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsindəki bu fərdi yaşayış evində 54 yaşlı Sevinc Məmmədovanı öldürməkdə şübhəli bilinir. Onun oğlu 34 yaşlı Elvin Məmmədov və Elvin Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Qonşu kimi tanıyıram, gözəl qonşudur. Onlar çoxdan yaşayır, mən 3 ildir köçmüşəm bura. Bəli, münasibət, salamləşimiz var, gediş-gəlişimiz var idi. Qadını öldürməkdə şübhəli bilinir onun oğlu. Ana-bala münasibəti çox gözəl olub. Prosto ki, uşaq ruhu xəstə idi. Dünən mən işdən gələndə, qadın işə gedəndə görmüşəm. Oğlan da ki, küçədə dayanmışdı. Sadəcə olaraq gecə, nə olub, gecə olub. Heç nə, mən səs eşitdim, polislərin maşının səsi zadı çıxmışam çölə. Bir də özünə deyəsən qəsdəlik, ruhu xəstəliyi var idi onun. Bəli. Bundan başqa da elə bilmərəm, başqa evdə qalırdı bu. Burada qalmırdı, sonradan buraya gəldi. Atası, anası burada qalırdı, oğlum o birisi evdə qalırdı. Öz evləridir, bilmirəm də, birinci evləridir, bu da ikinci evləridir. Məmmədovdur, deyilənə görə onun psixoloji problemləri olub. Bir anası olub, bir özü olubdu da burada, ona görə xəbərimiz olmuyor nətər olduğunu. Burada da evləri var idi, bu evlər də onlarındır. Bir də yuxarıda evlər var, amma burada qalırdı həmin gecə. Bir atadır, bir ana, bir də oğul. Amma elə belə də gəlib gedirdik, necə bir qonşu kimi görürdük. Sakit təbiəti, amma biraz şeydir də, problem var idi başında.